Mənim çox sevimli müəllimim Musa Adilov universitetdə dərs deyirdi mənə. Qanatlı Sözlər kitabı, mənim solisi kitabım idi. O qədər gözəl kitab idi. Kim oxumayıbsa o kitabı, o yetin tapsın oxusun. Yəni, həyatınızın ən maraqlı kitablarından biri kim oxumayıbsa, dəqiq, oxuyanlar bilirlər. Nə qədər qanatlı sözlər. Musa müəllim özü çox təvazökar adam, çox gözəl. Onun gəlini, bizim tanınmış alimimiz, deməli, Nizami Adana Ədəbiyyat İnstitutunun 20-ci əsr Sovet dövrü Azərbaycan Ədəbiyyat Şöbəsinin böyük ilmişçisi Dilarə Adil qızı Adilova iştirak edir. Buyurun. Sizə həmcə bu mənada, belə deyim də, yaxşı mənada sizə başqa xanımlar qıfta edə bilərlər ki, Musa müəllim kimi böyük bir insanla şəxsən həyata tanışsın. Çox sağ olun, Əsəd müəllim. Əvvəla məclis haqqında deyim ki, çox səliqə səhmanlı, çox belə məzmunlu bir məclisdir, tədbirdir. Çıxışçı da, aparıcı da, çıxışçılar da öz axarı ilə gedir. Salidə xanımın özü kimi, öz şəxsiyyəti kimi. Salidə xanım maşallah o qədər məhsuldar bir alimdir ki, biz onun yaradıcılığını izləyib çatdıra bilmirik, çatdırıb izləyə bilmirik. Elə eşidirik, yeni kitabı çıxır, yeni layihələri var. Bənzər xanım bizim gözəl yazıcımızdır. Mən bu yaxınlarda onun haqqında bir məqalə yazmışam. Ona görə onun yaradıcılığına çox yaxından tanış oldum. Doğrudan da çox belə heyran oldum Bənzər xanımın həm qələminə, həm səmimiyyətinə. Zakirə xanımdakı maşallah heç hanında bir cavan, bir gənc bir adamın bacarmadığını bacarır. Belə baxanda yeni bir sahədir də bizim üçün. Bütün institutun slaytları, bütün tədbirlər hamı Zakirə xanımın adı ilə bağlıdır, onun zəhmətinin məhsuludur. Mən hər üç xanıma çox böyük uğurlar arzulayıram. Onların bugün onların günüdür. Çox sevinirəm, çox sevindirici bir haldır. Və məclisdə çox gözəl keçir, mən şəxsən nə qədər yeni şey öyrəndim. Çox belə səmimi bir mühitdir. Sizə uğurlar arzulayıram, davamlı olsun. Çox sağ olun. Allah Musa müəllimə və sizin həyat yoldaşınıza da rəhmət eləsin.